Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala Resulina Muhammedin və ala alihi və sahbihi ecmain. Hörmətli müsəlmanlar, müsəlmanın həyatında ən fəzilətli gecə Leylətül Qadirdir, Qədir gecəsidir və ən fəzilətli gün isə Ərəfə günüdür. Ərəfə gününün fəziləti ilə əlaqəli Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Ətəni Cibril, Cəbrail əleyhissalam mənə gəldi. Fəəqrəni min Rabbis səlam. Rəbbimdən mənə salam çatdırdı və qalə innallah qafara li əhlil Ərəfat və əhli məş'aril haram. Allah-u Teala Ərəfat əhlini, Ərəfətdə dua edənləri bağışlamışdır. Qaləl Umar, hədə lənə xasun ya Rasulallah. Ömər dedi ki, bu bizim üçün bu da məxsus mudur? Peyğəmbərimiz isə buyurdu ki, hədə ləkum xasun və limən ətəni ba'dakum ilə yevmil qiyamə. Və sizdən sonra qiyamətə qədər gələn bütün insanlar üçün də keçərlidir. Və bu günü nə etməliyik? Bu günü oruçlu olaraq keçirməliyik. Bu gün bol-bol sədəqə verməliyik. Bu gün bol-bol Quran oxumaq lazımdır. Zəkatımız varsa zəkatımızı da bu günlərdə verməyimiz çox fəzilətli olar. Çünki Peyğəmbərimizdən belə bir hədis vardır. Suylə Rasulullah siyam yevm Ərəfə qalə yukəffiru sənətəl mədiyyətə vəl bəqiyyətə. Arafa günü tutulan oruc keçmiş və gələcək günahların, bir illik keçmiş və bir illik gələcək günahlarımıza kəffarədir və eyni zamanda Allah-u Teala bu gündə cəhənnəmdən qul azad etdiyi qədər başqa günlərdə azad etməz buyurmuşdur Allah Resulü sallallahu aleyhi və səlləm. Yu'tiqullahu təbarək və teala minəl ibad əksərə mə yu'tiqu min hədəl yevm. Vesselamu aleykum və rahmetullahi və barakatuhu.